İTV Xəbər Yekaterinburgdadır. Bildiyiniz kimi iyunun 27-sində Rusiya hüquq mühafizə orqanları Yekaterinburgda yaşayan Azərbaycanlılara qarşı əməliyyat keçirib. Səhər saat 5 radələrində keçirilən əməliyyat zamanı Rusiya hüquq mühafizə orqanlarının xüsusi təyinatlar dəstələri Azərbaycanlı 30 ildən artıqdır ki, Yekaterinburgda yaşayan Səfərovlar ailəsinin müxtəlif ünvanlardakı mənzillərinə daxil olaraq zorakılıq tətbiq ediblər. Belə ki, qara maskalı xüsusi təyinatlar ona yaxın mənzilə basqın edib, Səfərovlar ailəsinin kişi üzvlərini dəynəklə döyüb, elektroşokla işgəncə veriblər. Daha sonra həmyerlilərimizi avtomobillərə zorla mindirib, Rusiya Milli Qvardiyasının idarəsinə aparıblar. İdarədə də zorakılıq və işgəncə halları davam edib. Nəticədə Səfərovlar ailəsinin 2 üzvü Ziyəddin və Hüseyin Səfərov qardaşları həyatlarını itiriblər. Səfərovlar ailəsinin digər üzvləri Məzahir, Akif, Ayaz, Bakir, Kamal, Vüqar və Məhəmməd Səfərovlara da zorakılıq tətbiq edilib. Onlardan biri Kamal Səfərovun işgəncə zamanı halı pisləşdiyindən xəstəxanaya yerləşdirilib. Onun daha sonra ürəyindən əməliyyat olunduğu bildirilib. İşgəncəyə məruz qalanlar arasında Əhliman Gənciyev və Əziz Abbasov da olub. Onların da daha sonra xəstəxanaya yerləşdirildiyi qeyd olunub. Rusiya İstintaq Komitəsi Sverdlovsk vilayəti üzrə regional idarəsi Azərbaycanlılara qarşı keçirilmiş əməliyyatla bağlı rəsmi məlumat yayıb. Bildirilib ki, əməliyyat 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayətlərin istintaqı çərçivəsində həyata keçirilib. Komitə Azərbaycanlıların konkret nədən ittiham olunduğunu, hansı cinayətlərdə ittiham olunduğunu açıqlamayıb. Bunun hələlik istintaq sirri olduğunu bəyan edib. Amma İstintaq Komitəsi həmyerlilərimizin Rusiya Federasiyası Cinayət Məcəlləsinin qrup şəklində bir və ya iki və daha çox şəxsi öldürmə, öldürməyə cəhd və sifarişli qətl maddələri ilə ittiham olunduğunu açıqlayıb. İyunun 29-unda Azərbaycanlılar məhkəmə qarşısına çıxarılıb. Yekaterinburgun Leninski rayon məhkəməsi 6 Azərbaycanlı barəsində həbs qəti imkan tədbirinin seçilməsi qərara çıxarıb. Belə ki, Məzahir, Akif və Ayaz Səfərov qardaşları 22 günlük müddətinə həbs olunub, Bakir Səfərov, Əhliman Gənciyev və Şahid Lalayev barəsində isə 3 sutkalıq həbs təyin edilib. Həmyerlilərimizin məhkəmə prosesi dövlət ittihamçısının tələbi ilə qapalı keçirilib. Bu səbəbdən də onların konkret olaraq hansı cinayətlərdə ittiham olunduğu məlum olmayıb. Yerli kütləvi informasiya vasitələri hüquq mühafizə orqanlarına istinadən baş vermiş hadisəni Azərbaycanlardan ibarət etnik cinayətkar qrupa qarşı əməliyyat kimi təqdim edir. Baxmayaraq ki, saxlanılan Azərbaycanlılar məhkəmədə özlərini təqsirsiz hesab ediblər. İlkin dindirilmə zamanı işgəncə altında ifadə verdiklərini bildiriblər. Baş vermiş insident Azərbaycanın Yekaterinburgdakı baş konsulluğunun nəzarətindədir. Azərbaycanın baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev və Yekaterinburgdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinski məhkəmə prosesində iştirak ediblər. Qeyd edək ki, yerli hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində həyatlarını itirən Hüseyin Səfərov Azərbaycan vətəndaşı olub. Saxlanılan həmyerlilərimiz arasında da Azərbaycan Respublikasının vətəndaşı olduğu bildirilir. Həlak olan Azərbaycanlıların cənazəsinin morqda olduğu, yaxınlarına hələlik təhvil verilmədiyi, iyunun 30-da axşam Yekaterinburg-Bakı aviareysi ilə Azərbaycana yola salınacağı bildirilib. Hələlik ən son məlumatlar bunlardan ibarətdir. Biz İTV Xəbər olaraq Azərbaycanlara qarşı törədilən bu vəhşiliyin, zorakılığın yaşandığı Yekaterinburgdayıq. Baş vermiş insidentin təfərrüatlarını hadisə şahidlərinin dilindən yerində öyrənməyə çalışacağıq.